Azərbaycanda estetik əməliyyatlara maraq artıb. Sizcə buna səbəb nədir? O barədə bir fikrim yoxdur. Hər kəsin öz düşüncəsi var, amma insana öz təbii gözəlliyi daha yaxşı deyə düşünürəm. Həm ailəmiz üçün, həm yaxın ətrafımız üçün belə bir əməliyyat ümumiyyətlə biz tərəfdən qəbul olunmur və marağında da deyilik. Heç yaxşı baxmıram. Ən gözəli təbiilikdir. Deməli var, ehtiyacları var. Yaradılışdan insana verilən xarici görünüş məncə ən gözəlidir. Estetikə ehtiyac yoxdur. Azərbaycan xanımları zaten gözəldir. Əlavə dodaq şişirməsə qəbul olunmaz. Mən qəbul edirəm şəxsən. Bekarçılıq. Yox canım, mən estetik əməliyyatdan narazıyam. Yəni mimika dəyişir, robot oxşuyurlar da belə deyim. Hamısını eyni gözdə görürsən. Burun eyni, dodaq eyni. Nə bilim, Avropa ilə ayaqlaşmaq. Mənə elə gəlir ki, insanlar hamısı bir-birinə oxşamaq istəyirlər. Düzdür, estetik əməliyyata pis baxmıram, amma yerində. Məncə normalda yerində olsa hər bir insan gözəl görünmək istəyər. Amma təbii gözəlliyin yerini məncə heç bir estetik əməliyyat vermir.